Salam dəyərli izləyicilər, bugün Afrikanın uzunluğuna görə ikinci, bolsulluğuna görə birinci çayı olan Kongo çayı haqqında danışırıq. Kongo çayı təqribən 4700 km uzunluğa malikdir və Atlantik okeana tökülür. Töküldüyü yerdə estuar əmələ gətirir. Çayın əsas qolları Ubangi, Kasai və Lualaba qollarıdır. Çay ekvator xəttini ilk dəfə kəsib keçir. Çay axdığı hövzədə il boyu bolsul olmasına baxmayaraq, gəmçilik məqsədindən istifadə olunmur. Bu da çayın üzərində şəlalələrin və astanaların yerləşməsi ilə bağlıdır. Çayın üzərində Livingstone, Visman, Stenley şəlalələri yerləşir. Çay həmçinin də dərinliyinə görə dünyanın ən dərin çayıdır. Təqribən 220 metr dərinliyə malikdir. Çayın hövzəsinin sahəsi 3.6 milyon kvadrat kilometrdir və hövzəsində il boyu rütubətli, ifrat rütubətlənmiş və bataqlıqların olmasına görə suvarma məqsədi ilə istifadə olunmur. Çay əsasən Kongo Demokratik, Kongo və Anqola ərazisində yerləşir. Çay həmçinin bir-birinə ən yaxın yerləşən Kinshasa və Brazzavil şəhərlərində bir-birindən ayırır.